Bakı-Qazax yolunun Nəvai istiqaməti. Bax, insanlar gör nə qədər zülüm çəkir. Bu yolun remontuna görə bu Hacıqabul zonasında saatlarla insanlar qalır. Bu yolu bir tez bir zamanda yəni remont edib aradan çıxartmaq olar da. Əlbəttə. Hər kəs işinə məsuliyyətlə yanaşsa çox gözəl olar. Bu qədər insanlara zülm eləmək olmaz. Pandemiya devrində insanlara zülm elədilər. İndi də hal-hazırda burada remont gedir. Heç olmasa şərait yarasınlar, insanlar yollarda qalmasın da. Bu nə deməkdir? Elə cəmaət maşın içində yatıb gözləməlidir ki, bu nə vaxt probka qutaracaq. Saatlarla gözdəki yol açılacaq. Nəqliyyat Nazirliyi bu haqda bir düşünsün, bir insanlara bir şərait yaratsın. Bu qədər də olmaz. Bir saatdan çoxdur biz probkadayıq. Maşında xəstəsi var. Hamı ehtiyatla gəlmiş, suyu yox, nə bilim dərmanı yox. Bu qədər də haqsızlıq olmaz. Hər sahədə insanlar zülüm çəkir. Trasda probka, Bakının içində probka. Hacıqabuldan Bakı istiqamətinə bu dəqiqə yol bir tərəflidir. Gedir indi Sədərək yolunda da, orada ilişib qalacaq. Orada da belə. Orada da bu vəziyyətdir. Padiyomu qalxırsan addım. Ayda. İnsandan çox maşın var bu dəqiqə Azərbaycanda. Hamı Bakıya gedir. Bölgələrə gələn yoxdur. Çünki şərait yoxdur, iş yoxdur. Bədbaxtçılıq var. Hələ keçməmişik bu yüzden. Bu üç yolda Qaid burada durub nəzarət edib, burada şərait yaratmalıdır. Maşınları eləməlisə, burada sıxlıq yaranmasın. Qaya harda pul var, ora qaçır. O günləri o tırın təkəri partladı, sol qapını batırdı da. Qayaya zəng edirəm, deyirəm ki, yaxşı, sığorta çağırın da, yəni gəlsin,
dəyən zərəri ödəsin. Nəvai postuna zəng eləmiş. Deyir ki, tır şoferini cərimələdik 50 manat. Deyirəm, yaxşı, bizim ziyanlığımızı kim ödəyəcək? Sən tır şoferindən pul aldın, qoydun cibinə. Mənim 10 manatlıq radara borcum olan kimi saxlayırsınız. Deyirsiniz ki, gətir borcunu ödə. Zadержание verirsiniz, nə bilim, həbs qoyursunuz. Qanun kasıb üçün Azərbaycanda. Oturublar, yığılıblar hamısı posta, orada pul güdürlər. Bax, indi narahat adamdır, xəstə adamdır da. Vaxtında çatmalıdır ki, evdə rahatçılıq tapsın, istirahət eləsin. Biz nağaraq göylə uçaq gedək. Al Putifçi, ona bak. Zamıt ben yeter o yoldan gitmeyi ola. Birisi ola. Girirlər var. Ben yaxşı qabağımızdan diviziyonu ne işlemir kardeşim? Hı? Bir de maşın gitme axı. Oradan gedən maşınlar, gələn maşın qabağını kəsir. Maşın buraxmırlar deməli. Yox, bunlar gedən qabağını kəsir deyəsən. Başa düşüyorum, kəsib. Ben o yazıq belə getməlidir. Ha, getməli da zülüm çəkir, gələ bilmir. Yol burada balacalandı da bir yoksa öyle geldi. Otuna gelirler. Tek tek gelirler yazdı. Ona deməli pöt getdilər onlara qarşı. Və onu adı zad yox. Yox şişir. Cırtıla bak Allah hakkı. Ulan vardı ki demir üstünden hoppandı. O tərəfdən yəqin də bir baş. Ben birimiz de pek böyle şey gördüm. Diyorsan Bu film aparır. anladın mı? Ne olmalıdır? Böyle olmalıdır. Düşməsin. Yaxşı qılağa çıxdıq biz. Yaxşı ortada getmədi bu kamazların zadların içində. Dənəcə biz keçirik eləmi? Allah'a şükür çatdık. Cəhənnəm. Yəni belə.
Biabırçılık bu. Ha. Biabırçılık. Vallahi. Böyle şey. Ancak buradan o yüzden iş yoksa Salam Mələkir, Natiq müəllimdir danışan. Nəvay postundan. Müəllim, bu yol bir tərəflidir. Bu maşında cəmaatın xəstəsi var. Nə bilim narahat adam. Bu yolu bir tənzimləyən bir dövlət yol polisi. Yəni burada bir dənə maşın yoxdur ki, bu yolu tənzim. Hadise var. Hiç bunu işleyemiyorum. Hadisə var yox, bilsən qardaşım, bir nəfər bu dövlət yol polisi tənzimləməlidir. Bu insanlar saatlarla burada gözləməlidir. Bizim yoldaş tenzimlenirde inspektör Tənzimlənmir. Bir dənə yol polisi yoxdur burada. var arkadaşlar yok bir şey. Yoxdur. Vallahi mən deyib bu Sokarın yanından gəldim. Bayaqdan 2 saatdır mən probkadayam. Yəni mən özümü düşünmürəm. Başka dönem işte de dönem ben. Maşında xəstə var. Bax bu tənzimləsində bana ne bir şey ne işte değil de tenzimleme var. Ha ne bir nedir? Bakay bu yanında çayla büyükler. Ha bu yanın ha. Sen sepetçi olacaksın. bu qabaqdan gelen maşınların değil mi? Ha. Biz elə gedirik ki, Hı. yazıq qabaqda gələn maşınlar. Onlar da daşlıdan Hı. zaddan keçib getir Hı. deməli. Hayda da var ya, ne ölüm ya.